İki dənə dahi rəssam, Salvador Dali və Van Gogh. Hal-hazırda hər ikisinin əsərləri milyonlardır. Amma öz yaşadıkları dönəmdə biri öz əsərlərini tappatarapla satır, bomba kimi yaşayır, amma digəri kasıbçılıq içində ölür. Bunların fərqi nədə olur? Salvador Dali deyir ki, mən dahiyəm və mənim hər çəkdiyim bir əsər dahi əsərdir. Daha salfetka üzərində onun cızmaqarası dahi cızmaqara hesab olunurdu. Amma Van Gogh hamıya inandırmağa çalışırdı ki, onun əsərləri dahi əsərlərdir. Fərq yalnız bunda olur. Və indi bir dənə fikirləşin. Bizim özümüzə inanmağımız üçün, özümüzü dahi hesab eləməyimiz üçün başqalarının bizə inanmağına ehtiyac yoxdur. Alacının mağarasında olduğu kimi hər kəs bacardığı qədərini götürəcək.